Mərdəkanda elə bir bağa dəvət ediblər ki, bizi dəyərli izləyənlər, çəkməsəm olmaz. İlk növbədə bu gözəl hovuzu istəyirəm sizlərə göstərim. Daşma belə hovuzdur, şəlaləsi, daxilində cakkuzisi, 7 sotun daxilindədir bu bağ evi. Arzu edən şəxs özü gəlib baxa bilər. Hovuzun tam qarşısında bir oturma hissəsi, mərkəzində ocaq başı, son dövrlərdə çox populyardır, qəşəng də görsənir. Burada belə dekorativ otlarla belə keçid ediblər. Dəyərli izləyənlər, daxilində əlbəttə ki, belə sürgülü qapılarla ayrılmış bir söhbətgah, yayqış mətbəxi. Qeyd edim ki, burada isti döşəmədir, manqalı burada, mətbəxi də yığılıb tam hazır şəkildə. Davam edək, qarajı var. Qeyd edim ki, son texnologiya ilə təchiz olunub. Telefonla, Google Assistentlə siz buranı qəşəng jalüzünü qaldırıb, maşınınızı salırsınız içəri, işıqlarına qədər hamısı telefonla idarə olunur. İndi isə keçək daxilinə, həyətini, ətraflı görüntüsünü qoyacam. Mənzilin 3 metrlik böyük bir qapı hissəsi var, dəyərli izləyənlər. Dəhlizdə möhtəşəm bir dizayn sizi qarşılayır. Qeyd edim ki, bütün mənzil isti döşəmədir. Gəlin indi isə otaqlara tanış olaq. Bura qonaq otağıdır. 2 vitraj pəncərə, hər birindən siz həyətə daxil ola bilirsiniz. Burada çox gözəl bir hissə yaradıblar. Mətbəxlə qonaq otağının arasını açıblar. Gözəl bir mətbəx, krem rəngindən istifadə olunub. Qeyd edim ki, bu mənzildə qaz, su, işıq hamısı telefona bağlıdır. Əgər burada bir hansısa nasazlıq yaranarsa, birbaşa sizə bildiriş gəlir. Davam edək, mətbəxin özünə aid əlbəttə ki, qapısı var. Burada siz birinci uşaqlar üçün və yaxud da kiçik yataq otağını görürsünüz. Davamında ikinci kiçik olan yataq otağı, amma ardında isə, baxın, daxil ol içəri Ümid, Rolls-Royce tavan, çox möhtəşəm bir aurası var bu otağın. Daxilində sanitar qovşaq və qardirob hissəsi mövcuddur. 220 kvadrat, möhtəşəm bir mənzildir. Burada ümumi otağı var. Təmir keyfiyyəti yüksək səviyyədədir. Bu mənzildə ümumiyyətlə yoxdur. Burada bir texniki otağı var, çamaşır hissəsi kimi də istifadə oluna bilər. Və digər otağın eynisi, burada bir qardirob və çamaşır hissəsi. Bir saatdır gəlmişik, amma həqiqətən insanın ruhu dincəlir. Həyatınızda azca belə huzura ehtiyacınız varsa, bu bağ evi sizlər üçün ideal bir seçim ola bilər. Çox şey var sadalyası, gəlib canlı şəkildə baxmağı sizi dəvət edirəm.